deməli, Niyazi Əskərov deyir, biz təşkilatlanmışıq, sadəcə məqam gözləyirik. İnanın, Niyazi bəy, təşkilatlanmaq belə olmur. Məsələn, elementar bir şeydir. Mən dünən Qurban bəydə baxırdım, Qurban bəy də danışdı, dedi. Məsələn, dedi ki, meydanlara çağırırlar, dedi, mən dedi, getməyəm ona. Baxın, mən onda baxdım, Qurban bəyə baxan, tamaşaçı kimi baxan 1200 nə qədər adam var idi. Verilişi bəyənənlərə baxdım, dostlar. 540 nəfər adam var. Özüm qəsdən baxdım ki, görüm, indi gəlin belə baxaq. O 1200 baxan var ha və yaxud da bugün deyək ki, Qurban Məmmədovun 165 yoxsa 167 min abunəçisi var. Dostlar, 167 min abunəçinin heç olmasa hər canlıda gərək 10 min tamaşaçısı olsun. Əgər doğrudan da təşkilatlanmışıqsa, əgər o 10 min tamaşaçısı olsun ki, onlar bax, oturub gözləyirlər. Qurban bəy də baxır ki, 10 min. 10 mində baxmaq istəyən işi olan adamlar var. Bu oldu 20 min. 10 mində deyək ki, yolda olanlar var, deyək ki, nə bilim, 10 min televizor imkanı, baxmaq imkanı olmayanlar, telefon olmayan insanlar var. Bu da oldu 30 min. Bunlar başqa şeydir. Biri də var ki, məsələn, 167 min abunəçi var. Deyir təşkilatlarının, deyək ki, sən də çağırırsan, hətta qonşunun telefonundan da alırsan, abunə alırsan, yazırsan, qoyursan ora. Bu təşkilatlanmaq deyil. Təşkilatlanma görünür, dostlar. Deyirəm də, əgər 100 min tamaşaçıdan 80 mini bir verilişdə, deyək ki, bugün mən axşam veriliş vermişim, səhərsi gün 100 mindən 80 mini like edib bəyənirsə, heç orada meydana çıxmaq lazımdır. İlham Əliyev həmən özünü düzəldəcək ki, artıq, baxın, 100 mindən 80-i onun tərəfindədir. Burada ehtiyatlı olmaq lazımdır. Amma baxır ki, deyək ki, Tural Sadıqlının 740 mindir, bugün baxdım, 740 min, 750 min mi tamaşaçısı var. Abunəçisi var. Baxırsan, baxanlar, like eləyənlər, bəyənənlər, baxış çayı çox olanlar da var. Amma bəyənmə məsələsi var. Baxırsan ki, deyək ki, mən girim TikTok'a, orada mənim deməli 2 dənə sujetim var ki, hər biri o Yunus Dəmirtaşla bağlı, biri də o bir xanım var idi, oğlunu öldürmüşlər o taksi. Hərəsinin 1 milyon baxışı var. İndi o 1 milyon baxışdan baxışına, o gün baxın 2600 bəyənmə var. Bəy, insanlar bir himə bənddir. Qığılcım olsa onların qaçışını heç bir güc saxlaya bilməz. Xalq bezif bu alçaqlardan. Vaxtları yoxdur, kimsə baxmağa. Yox, aydındır. Yox, mən yəni o mənada deyirəm ki, yaxşı baxmağa vaxtı yoxdur. Mən ona görə deyirəm ki, 1 milyon, əziz qardaşım, 1 milyon baxış var, 1 milyon, 2600 bəyənmə. İndi mən sizi əmin edirəm, 1 milyon baxışdan 800 min bəyənmə olmuş olsaydı, orada situasiya tamam başqa olardı. Deməli, hələ təsəvvür edin. Məsələn, deyək ki, 1 milyon baxışın, deməli, haradasa demək olar ki, 2600 bəyənmə varsa, deməli, 900 min, deyək ki, 700 nə qədər adam elə belə təsadüfən qabağına çıxıb baxanlardır. Amma bəyənənlər, dərdə şərik olanlar, onlara, deyək ki, təsəlli verən adamlar 2600 nəfərdir. Əgər bir işi görmək istəyiriksə, mütləq gərək ona canlı dildən yapışaq. Yəni, oyun dediyim kimi. Canlı dildən yapışaq ki, yox, biz mütləq bu işi görəcəyik, İlham Əliyevi göndərəcəyik cəhənnəmə. Göndərmək üçün də yenə deyirəm, bax, bu saat bugün heç lazımdır, heç nə. Ad filan, bir dənə deyək ki, efirdə olanda Teymur Ömür bəyinin telefonu vururdu.
WhatsApp'ta bir dənə iki kəlmə söz yazırsan, o da sana deyir ki, bəs bir sənəddə sürücülük vəsiqəsi və yaxud da şəxsiyyət vəsiqəsi kopyasını göndər, səni orada qeyd edir. Və o artıq bilir ki, yenə deyirəm, Ağcabədinin Qaradolaq kəndindən onun bir dənə adamı var. Azərbaycan Milli Müqavimət Hərəkatının və onunla əlaqə saxlayır. Deyir ki, Əl Abbas və yaxud da Hüseyin, Həsən, sən Qaradolaqdasan, neçə nəfərsiz? Sən deyirsən ki, qardaş, bu kənddə bizdə deyək ki, 10 nəfərdir. Amma qonşu kənddə də Hüseyin var. 10 da ondadır. Bir kənddə deyək ki, 10 nəfərdən hər rayonda, məsələn, deyək ki, rayon var, 80 kəndi var. 80 dənə onu nə qədər edir? 800 eləmi? Baxın, 800 adam, deyək ki, bir 100 nəfərdə deyək ki, rayon Ağcabədinin özündən. Nə qədər elədi? 900. Artıq bu dəstədir. Sabahları deyək ki, Qurban Məmmədov və yaxud da Teymur Eminbəli və yaxud da Həsən Hüseyin dedi ki, qardaşlar, hazırlaşın, deyək ki, ayın birində gedək rayon mərkəzində filan gəzdən soruşaq ki, bu nə məsələdir? O cümlədən də Bərdədə, o cümlədən də deyək ki, Yevlaxdır. Yəni, bu belə olur. Yəni, bir güllə də atmadan, heç kimə əziyyət vermədən, əgər kimsə görsə ki, deyək ki, Bakı şəhərində deyirəm, meydana çıxdım. 100 nəfəri, 500 nəfəri, 1000 nəfəri, 1500, 2000, 10.000 adamı döyməyə nə var ki? Çox lazım deyil. 150.000, 200.000, 100.000 adam bəs eləyər ki, Bakı şəhərində meydana birdən çıxsın, heç bir polis, heç bir şey ona bir dümünka da vurmaz, inanın bana. Ona görə ki, 100.000 böyük qüvvədir. 100.000-də 10 milyonun neçə faizidir? Məsələ budur. Yəni, o nöqteyi nəzərdən deyirəm ki, bugün İlham Əliyev və onun bandasının apardığı siyasət, bunlar elə işləyiblər ki, bunlar biz heç birimiz bir-birimizə güvənmirik. Əgər biz bir-birimizə güvənsəydik, inanın mənə, İlham Əliyev bu boyda hakimiyyətdə ola bilməzdi. Amma əksinə deyir, qoyla dostuna biz deyik, filan kəs gedər satar, sən olub bir adır, gedər satar eləyər, şey eləyər, məhv olaraq. Amma sən qonşunun bir işində, onun yanında dayansan, qonşun biləcək ki, sən onu satmazsan. O da səni. Olduğumuz 2 nəfər, sabah 3-cü bir adamın da yenə qeyf yanında duranda bu olduğumuz 3 nəfər. Yəni, insanların inamını qaytarmaq lazımdır dostlar. Bunu Heydər Əliyev, bu Heydər Əliyevin işidir. Yəni, bu ailə şeylərində intriqa yaratmaq. KKB-də, yəni bu şeydə, aşağı səviyyədə, yəni milli münaqişələr falan, Heydər Əliyevin işi budur. Heydər Əliyev bununla məşğul olur. Azərbaycanda da yadımızda da sujet var, alça yaya gəlir deyək ki, müxalifətdəsiniz, məsələn Reysə Qəmbərlə etibarına dayanır. Heydər Əliyev hər il müxalifət filan zat, Heydər Əliyev ona görə istəyərin həsrətindən yaşayırdı ki, Rusların. Deyək ki, Azərbaycanda həmən sistem də indi işləyir. Azərbaycanda quldurluq eləyirdi, Azərbaycanın sərvətini dağıdırdı. Aparırdı, ya onlara da verirdi, özü də şey deyirdi, yiyirdi və istədiyini də eləyirdi. Onun deyək ki, dediyini eləməyən adamları da məhv edirdi. Hamı bunu gözəl bilir.